olar ki, diğer yiyeceklerden fərqli olaraq quru yerlərdə tutularsa aylar, hətta illər sonra istifadə etmək olur. Qısaca taxıl depolana bilir. Bunu görürlər, müşahidə edirlər. Bu da o deməkdir ki, başqa yeyəcəklər olmadığı zaman da belə sadəcə taxıl dənələri ilə lapa, çorba hazırlana bilərdi. Bu vəziyyət taxıl toplama, işləmə, depolama alət və texniklərinin inkişafına yol açır və taxıl depolama bacarığı insanları bir yerdə qalmağa yönəldir. Yəni oturaq həyata keçməyə məcbur edir. Nəticə olaraq bundan öncə 10.000-dən etibarən Ağdəniz, Aralıq dənizinin şərq sahillərində qurulan kimi ilk qalıcı məskənlər oldu. Burada qurulanlar ilk qalıcı məskənlər olur. Və başlanğıcda əhəmiyyətsiz bir qida maddəsi olan taxıl dənələrinin iki xüsusiyyəti də kəşf edilincə daha çox əhəmiyyət qazanır. İlk öncə kəşf edilir ki, taxıl isladılınca çimlənir və dadı şirin olur. O dövrdə anbar olaraq istifadə olunan o çuxurlar tamamilə suya dayanıqlı etmək mümkün deyildi, bilirsiniz ki, və çətindir bu da. Və taxılların bu xüsusiyyəti insanların taxıl depolamaya başlar-başlamaz buna görə ortaya çıxmışdır. Yəni çimlənməsi və o tatlılığı, şirin olması. Beləcə tatlılığın, şirinliyinin səbəbi bilinirdi artıq və başqa şəkər qaynaqlarının da az olduğu bir zamanda matlaşdırılmış, yəni səməniləşdirilmiş taxılın şirinliyi olduqca dəyərli idi. Biz bugün də bu çimlənmiş, matlaşmış taxıldan, buğdadan bilirsiniz, şirini hazırlayırıq, o səməni buğdası. Və bu əhəmiyyətli kəşf taxılın öncə islanıldığını, ardından da qurudulduğu bilinçli, şuurlu, yəni mad hazırlama texniklərinin inkişafına səbəb oldu. Bunu artıq bilinçli yolla etməyə başladılar, ağıllı yol etməyə, düşüncələrlə etməyə başladılar, təsadüf deyil. Və ikinci kəşf nə idi? Bu daha görkəmli idi. Təxminən 2 gün qalan taxıl çorbası xüsusilə də matlaşmış, yəni səmənləşmiş dənələrlə hazırlanmış çorba hazırlanmışsa həmin bu çorba sehirli bir dönüşə məruz qalırdı. Nə olurdu? Havadakı o yabani mayalar çorbadakı şəkəri mayalandırıb alkola çevirdiyi müşahidə olunur.